dünyanın ən təhlükəli yırtıcılarından biridir. Amma sonra şahidlər eyni şeyi danışmağa başladı. Hamı deyirdi ki, hücum edən timsah həddindən artıq böyükdür. Adi Nil timsahları təxminən 4-5 metr olur. Amma insanların gördüyü məxluq sanki tarixdən çıxmış dinozavra oxşayırdı. Bəziləri onun 6 metr olduğunu deyirdi. Bəziləri isə daha böyük. Düzünü desəm, ən qorxulu tərəfi onun ölçüsü də değildi. Bu heyvan insanlardan qorxmurdu. Əksinə insanları izləyirdi. 1990-cı illərdə bölgədə yaşayan insanlar bu timsaha xüsusi ad verməyə başladı. Gustavo. Düzünü desəm, bir timsaha insan adı qoymaq biraz qəribə səslənir, düzdür? Amma zaman keçdikcə bu ad Afrikada qorxunun simvoluna çevrildi. Çünki hər yeni hücumdan sonra eyni təsvir gəlirdi. Bax, nəhəng bədən, qaranlıq su, qəfil hücum və yox olan insanlar. Qardaşlar, ən qəribə detal isə başqa idi. Bəzi şahidlər deyirdi ki, Gustavo insanları öldürsə də həmişə yemirdi.